qədər məxsus istifadə elədim, ancaq bu iki dənəsi işə yaradı. İki etaplı təmizlik nədir, necə edilir? Gəlin birlikdə edək. Üst tipinizə uyğun hər hansı bir hidrofil yağını götürürsünüz. 1 qram belə su olsa, hidrofil yağ üzünüzü yaxşı təmizləməyəcək. Bu qədər belə bəs edir. Üzümdə günəş kremi var. Mütləq şəkildə hidrofil yağla təmizləmək lazımdır. Və əlimdə biraz isidəndən sonra bu formada yüngül hərəkətlərlə üzümə yayıram. Üzü hidrofil yağla təmizləmək, istidar su ilə təmizləməkdən daha yaxşıdır. Üzün bu hissəsinə, saç diblərinə xüsusi diqqət yetirirəm, çünki çox vaxt bu hissələr nəzərdən qaçır, səpkilər yaranır. Biraz pandaya oxşadım. Su alıram əlimə, köpüyə dönüşür. Sonra üzümü tam olaraq yuyuram. Üzü hidrofil yağla təmizləyəndən sonra mütləq su bazlı təmizləyici ilə onu ikinci dəfə yumalısınız. Əlimdə biraz köpürtürəm üzümə. Yenə masaj hərəkətləri ilə yayıram. Burada üzümə görə istifadə edəndən sonra onu birbaşa yumayın. 1 dəqiqəyə yaxın üzünüzə masaj edin ki, tam təmiz olsun. Bunu yuyuram, quruduram, nəmləndirirəm. Əssalam, bu qədər. Bəs siz hansı hidrofil yağdan istifadə edirsiniz? Şərhlərdə yazmağı unutmayın. Hələlik.